Bismillahirrahmanirrahim. İnsan fitrətində belə bir xüsusiyyət var, mübarizə aparmalı xüsusiyyəti. İnsan dünyaya gələndən dünyasını dəyişənə qədər daim mübarizədədir. Hər nə əldə etmək istəyirsə, insan mübarizə aparır. Yəni, insan həyatı boyu çalışır, mübarizə aparır ki, nəysə əldə etsin. Bəzi insanlar elm əldə etmək üçün mübarizə aparır. Bəzi insanlar vəzifə əldə etmək üçün mübarizə aparır. Bəzi insanlar var, dövlət, pul, mülk əldə etmək üçün mübarizə aparır. Bəzən də biz görürük, insan mübarizə apardığı şeyi əldə etdikdə özünü güclü hesab edir. Məsələn, vəzifə əldə etdikdə özünü güclü hesab edir. Və yaxud da ki, var, dövlət, mülk əldə etdikdə özünü güclü hesab edir. Hətta elm əldə edən belə əldə etdiyi elmin müqabilində özünü güclü hesab edir. Amma insan bunu unutmamalıdır ki, insan ən birinci mübarizə aparmalı olduğu şey onun nəfsidir. Əgər insan nəfsi ilə mübarizə apararsa və nəfsinə qalib gələrsə, ən güclü insan o zaman o olar. Əgər nəfsinə qalib gəlməsə, onun əldə etdiyi hər nə varsa, onun üçün faydalı olmaz. İstər elm olsun, onun üçün faydası olmaz. Var, dövlət, vəzifə onun üçün faydalı olmaz. Çünki insan nəfsinin hakimi yox, nəfsinin qulu olduqda əldə etdiklərindən sui-istifadə eləyər. Vəzifədən sui-istifadə eləyər, var, dövlət, mülkdən sui-istifadə eləyər, elmdən sui-istifadə eləyər. Amma bir insan nəfsinə hakim olarsa, nəfsi ilə apardığı mübarizədə nəfsinə qalib gələrsə, dünyada əldə etdiklərinin hər bir onun üçün faydalı olar. Həqiqi insan, yəni həqiqi güclü insan nəfsinə qalib gələn insandır. Allah Resulü sallallahu aleyhi və aleyhi və səlləm bir gün cihaddan qalib qayıdan səhabələrinə xitabən buyurdu ki, siz kiçik cihadın öhdəsindən gəldiniz, yəni kiçik cihadda qalib oldunuz. Sizin qarşınızda böyük cihad dayanır. Səhabələr buyurdu ki, ey Allah Resulü, biz döyüşdən qalib gəlmişik. Bəs böyük cihad nədir? Allah Resulü sallallahu aleyhi və aleyhi və səlləm onların bu sualın cavabında belə buyurdu. Böyük cihad nəfsə qarşı olan cihaddır. Həqiqətən də insan ən birinci mübarizə aparmalı olduğu və qalib gəlməli olduğu onun nəfsidir. Bir insan nəfsinə qalib gələrsə, həqiqi güclü insan o olar. Quran bunu bizə belə buyurur. Buyurur Şəms surəsinin 9-cu ayəsində nəfslə bağlı Qəd əfləhə mən zəkkəhə. Hər kim nəfsini paşlasa, nəfsini gözəlləşdirsə, nəfsini bütün eyiblərdən, çirkinliklərdən, günahlardan paşlasa, qorusa, o şəxs artıq nicat tapmış şəxs.